Orada telefonda var olan heyvanlar. Əlbəttə ki, onun adı. O belə porsuk deyil, porsukla oxşayan bir şey. Əslində, sən qorxursun da sən. Sən qorxursun. Mənim ölümüm uzanır deyil ki, şey gedəndə onun kimi görünüş çox hızladır nəsə o Sur göndərir. Kesə yox dərmə. O kesin əlinizə onun dərmanlı həm də ki, ifrazı olmaz. Bura gəldiniz də. Sən onu çəksin, mən rahatsızdan gələyim. Qalsayısın. Məktəbimizdə var. Artıq etnografiya bölməsi, qulaq asırsınız. İzah edin yoxsa yox? Maraqlı gələydi yoxsa yox? Yox, maşallah, maraqlı sakit uşaqlar, yaş uşaqlar. Burada artıq etnografiya bölməsi, yəni beyləqanlıların əl işləridir demək olar ki. Bu gördüyünüz çuvaldır. İçində nə istəsən yığmaq üçün istifadə edilirdi. Ağız şüşəsi buradandır. Bu ilmələrdə də yəqin ki, ufaqlar salmış, bağlamaq istifadə edilir. Bu yunus toxunmadır. Toxunmanı biraz gəbə formalı yoxucaqdır. Gəbə kimi, gəbə kimi. Bax, bu gördüyünüz maketləri geyim maketlərdir. Yəni, keçmişdəki insanların, burada kəsb insanların geyim forması var. O bizim tərəfdən daha varlı insanların geyim Milli geyimlərdən də görürüz. Bəli, milli geyimlərdir. Keçmişdə də babalarımızın geyimliyi geyimlər. Bu cəhrədir. Bu gördüyünüz cəhrədir. Uşaqlar, bax, yunu əvvəllər darıyırmışlar, yun darağında. Kimi dağıdırsa sözün şəkli də var. Burada maketləri, burada da şəklidir. Bax, burada da əldə işlənmiş o bir əlsizin naxışlı yəni formadadır. Bu gördüyünüz gecəniz cəhrədir. Sonra baxıraq, xurcundur. Bax, bu xurcundur uşaqlar. Baxın, bunlar heybədir. Heybə naxışın tərəfəsi yəni ki, xurcun həm böyük olur, həm də ki, kişilərdə çiynlərini asılır, həm də ki, minik heyvanlarına da asılır. Yəni ki, belinləri salmaq olur. Həm də heybələrsə kiçik olur, sadəcə kişilər çiynlərini salır. Məsələn, işə gedəndə, əkinazada gedəndə də elə ki, öz azıqələrini onun içinə qoyub aparırdılar. Bu gördüyünüz su seçmək üçün qabdır. Bu da ləyəndir. Yəni, keçmişdə frant olmuşdu, əli, ayağı yumaq üçün də, nə bir şeydə yumaq üçün bilirsiniz ki, yəni su qablarından su döküb istifadə edirdilər. Bu da artıq 19-cu 20-ci əsrlərə aydın samavardır ki, bilmişlərdən stəkan halsılıdır, kömtədir. Sonra bu da bəzəkli, naxısı kiçik yastıqdır ki, yəni əl kimi istifadə edilir. Burada da baxı gördüyünüz satıldı, kiçik satıldı. Satıl, yəni indi vedrə əvəzdir, indi vedrələrdə su daşınır. Bu əvvəllərdə belə satıllarda su daşınır. Və kiçik müdürüdür, bəzək eşyasını saxlamaq üçün istifadə edilirdi. Burada xəncərlərdir, bax gördüyünüz bu xəncərdir, bunlar çəkəmələrdir. Keçmişdə Azərbaycan kişiləri hamısı kəmərlərinə xəncər taxardılar da, xəncərlə gəzərdi. Qoçular, kişilərin hamısı elə olardı. Bu gördüyünüz bir çantadır, içində də şallaq var, yəni əldə tikilmiş çantadır, toxunmuş çantadır. Bu da Azərbaycan qadını, Beyləqan qadının keçmiş geyim formasıdır, şaldır, arxalığıdır və bu da altından donudur. Bax, burada da saxlı şalıdır. Uşaqlar, burada da baxın, tərəkəmi həyatı göstərir kiçik bir formada. Həm də bizim dinimiz nümayiş edir ki, bizim dinimiz İslam dinidir və İslam dininə əsas qanunlardan birisi Allaha ibadət etmək, namaz qılmaqdır. Bax, bu da namaz qılan kişinin maketidir. Burada da qadın da yuxarı açmağa çalışır. O da kim idi, nə vardı elə? Toxunmayın, xaric edirik. Yüküdür. Burada da kəndli maketidir. Bax, kəndli gedib meşədən odun gətirir. Gördüyünüz. Milkidə bu bir gələnlər. Tekrar yol verin. Gördüğünüz fərdi siz salmaq üçün istifadə ediləcək. Sizə həm fərdin sağlayılmış, həm xarab olmağına imkan verilmiş. Bax, bu da saxlı fərdisi. 209'da burada içində əldə saxlı istifadə edilir. Bu da fərdi. Sizə fərdi olun. Siz salmaq istiyoruz. Yağda saxlamaq istifadə edilir. Bu mixi, bu vəsile saxlı. Bu da hər rəng dəstədir. Yəni də dəstək olur. Hər rəngli dəstədir. Hiç kəsalardır. Sonra baxın, burada 7 şəhəngli su daşımaq üçün 3 şəhəngli. Onun içine su nəsə olub, ağzın parça çıxasına bağlayıb, çiğnərində. Sana bir boca ağır, böyle görünür olsun. Gözlen qadınlar. Ne var bunlar? Sınavlı gördüğünüz Ön ağırlığı bu sənəsən. Ayının müdürlüğündən hassaslar. Müdürlüğündən ağırlığı.
Növbət.